Ay. Zulümdür da. Qış gəldi, dəhd gəldi. Deyirlər mart gəldi, dəhd gəldi. Qış gəldi, bizim zulümümüz artır. Beləncə gedir uşaqlarımız məktəbə. Qırğından müsibətdə, pay-piyada, palçıqda. Qanunla bu yollar, küçələr hamısı qrəbillənməlidir. Asfaltı almağa hələ o tərəfə. Zulüm, benə var zulüm. Haçana gedib çıxacaqlar bunlar məktəbə. Ən azından bir saatindən belə yol getməlidirlər ki, bunlar məktəbə çatsınlar. Uşağı nətər geçsin bu suyun, palçığın içində. Amma yenə də oxumaq lazımdır. Palçıq da olsa, yağış da olsa, boran da olsa gedib oxumaq lazımdır. Təhsil almaq lazımdır. Bəlkə bu kəndə indən belə gənc nəsillər, uşaqlar oxusa bəlkə nəsə eləyərlər. Bizim kəndin bir dənə xəsəti var. Oxuyanda qaçır da, bu kəndə yaramırlar, qaçıb gedirlər. Hamısı deyirlər gedək şəhərə, şəhərdə qalaq. Amma oxuyayım, savadım olsun, bu kəndin bir nəşərlə yarayayım, bəlkə bir təsirim olsun, düzgün işləyeyim bu. Kəndə nəsə eləyim də, bu yol ayırız, belə zulüm olar, belə zulüm olar, buna vaxtda.